Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəlilabadda baş verən qəzada sürücü xəsarət alıb. Xəbər verilir ki, hadisə Cəlilabad şəhəri arasında qeydə alınıb. Azərpoçta məxsus nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Allah şəfa versin. Xalq artisti Röya Ayxan artıq çəkilərdən danışıb. Xəbər verilir ki, müğənni xeyli çəki aldığını deyib. Röya bildirib ki, buna görə də geyimlərini dəyişməyə məcbur olub. Hündürdaban üstündə çox qala bilmirəm, 50 kiloqram edim, 6 kiloqram kökəlmişəm. Əl vurmuram, yeyib içirəm, deyirəm, yaya doğru arıqlayacağam. Çox adam da deyir, arıqlama. Bu ətə qana gəlmək mənə baha başa gəldi. Bütün qarderobum dəyişdi.